Bugün sənə çox vacib bir hiss olan qəzəb haqqında danışacağam. Bəlkə də sən bu hissi illərlə içində bastırmısan, ya da susmusan, ya da mən güclü olmalıyam deyə udmusan. Amma bil ki, qəzəb də sevgi kimi, qorxu kimi tamamilə təbii, insani bir hissdir. Sadəcə onu necə tanımağı, necə ifadə eləməyi və zərər vermədən buraxmağı öyrənmək lazımdır. Elə bugün biz birlikdə bunu eləyirik. Heç düşünmüsən, hər səhər güzgüyə baxıb özünə mən sevilirəm desən, həyatın necə dəyişər? Bəlkə əvvəlcə qəribə gələcək, bəlkə də gözlərində dolacaq. Amma bu bir şəfadır. Bugün güzgünün qarşısında dayan, öz gözlərinə bax və özünü təbrik elə. Çünki sən artıq duyğularını müşahidə eləməyə başlamısan və o keçmişi buraxmağa niyyət eləmisən. Bu çox böyük bir uğurdur. Zehnində nəyi təkrarlayırsansa, o sənin həyatını formalaşdırır. Əgər içində davamlı niyə o belə elədi, mən niyə sustum, bu haqsızlıqdır kimi cümlələr fırlanırsa, deməli qəzəb elə sənin içindədir. O qəzəb bəzən özünə qarşı yönəlir, bəzən də bəlkə də bir gün lazım olar deyə onu saxlayırsan. Amma sən bil ki, bu hissi saxladıqca bədənində sıxıntılar, baş ağrıları, ürək sıxıntısı, hətta xəstəliklər formalaşır. Qəzəbi buraxmaq nə deməkdir? Bu onlar haqlıdılar demək deyil. Bu məni incitmək düz idi demək deyil. Bu özünü azad eləməkdir. Çünki sən bu hissi içində saxlayanda zəhər sənin öz içinə yayılır. Qəzəbi çıxarmaq istəyirsənsə, al bir neçə dənə yastıq və başla onu döyməyə. Qışqır, ağla, bədəndə bu hissin harda yığıldığını hiss elə. Çiyinlərindəmi, boğazındamı, ürəyindəmi? Onu sevgi ilə qucaqla və azad elə. Bu zəiflik deyil, bu şəfadır. Ən güclü üsullardan biri güzgü ilə danışmaqdır. Əgər içindəki qəzəbi bir insana deyə bilmirsənsə, o zaman o insana demək istədiklərini güzgüdəki özünə de. Özünə de, mən çox qəzəblənmişəm, mən bunu haqq etmirəm, mən artıq bu yükü daşımaq istəmirəm, mən azadam. Əzim mənim, sən bunu elədikdə hiss eləyəcəksən ki, qəlbin yüngülləşir, nəfəsin açılır, həyatın dəyişilir. Çünki qəzəbin yerini başqa gözəl hisslər tutacaq. Sevgi, anlayış, azadlıq doldurmağa başlayacaq onun yerini. İndi bu suala cavab ver. Ən çox kimə qəzəblənirsən və niyə bu hissi hələ də içində saxlayırsan? Bəzən insan elə düşünür ki, qəzəbi buraxmaq uduzmaq deməkdir. Amma əslində bu azad olmaq deməkdir. Çox insan mənə deyir ki, qəzəbi buraxdım və sanki çiyinlərimdən dağ götürüldü. Bu hiss ruhun nəfəs almasıdır. Bu hiss yüngülləşməkdir, bağışlamaqdır, azadlıq tapmaq deməkdir. İndi içinə bax. Qəzəbin orada boş yerə deyil. Onun bir səbəbi var. O bəlkə illərlə danışmadığın sözlərin, sustuğun acıların, içinə yığdığın o haqsızlıqların nəticəsidir. Amma yaxşı xəbər də budur ki, sən bu hissi sevgi ilə buraxanda, onu azad eləməyi seçəndə, bütün həyatın dəyişməyə başlayır. Qəzəbi necə azad eləyə bilərsən? Əvvəlcə onu tanı. Sonra bədəndə harda toplandığını hiss elə. Bəlkə boğazındadır, ürəyində, çiynindədir. Nəfəs al və burax. Təsəvvür elə ki, bu qəzəb bədənində bir axın kimi çıxıb gedir. Qəzəbləndiyin insana sevgi göndər. Bu sən haqlısan demək deyil. Bu sadəcə özünü azad eləməkdir. Meditasiya və vizualizasiya burada sənə kömək eləyə bilər. Gözlərini yum və bədənindəki qəzəbin tədricən yumşalıb, işığa çevrilərək bədənindən axıb getdiyini təsəvvür elə. İçində bir boşluq yaranacaq və sən bu boşluğu sevgi ilə doldura biləcəksən. İndi sual ver özünə. Mən bu boşluğu nə ilə doldurmaq istəyirəm? Huzurla, şəfqətlə, yoxsa azadlıqla? 11-ci günün güzgü ilə şəfa tapşırığı. Hər hansısa bir güzgünün qarşısında dayan. Səni incidən birini xatırla və onunla danış. Sanki qarşındadır. Bunları de ona və cümlələri tamamla. Mən sənə qəzəblənirəm çünki. Bu mənə acı verir çünki. Mən qorxuram çünki. Bu cümlələri səmimi, dürüst, açıq şəkildə fikrini tam azad eləyərək tamamla. Qoy içindəki bütün sözlər sənin şəfan olsun. Hər dəfə bunu eləyəndə yüngülləşəcəksən. 11-ci günün yazı tapşırığı. İndi aşağıdakı suallara cavab ver və cavabları dəftərinə yaz və hər cavabda öz içində biraz daha dərinə get. Mən nə üçün tez-tez qəzəblənirəm? Həyatımda qəzəbi yaradan hadisələri niyə təkrar yaşayıram? Mən hələ də içimdə kimisə cəzalandırıram. Mən insanlara nə ötürürəm ki, onlar mənim sərhədlərimi pozur? Qəzəbi buraxmaq mənim üçün nə deməkdir?
Sonra isə bu suallarla davam elə. Mən əslində nə istəyirəm? Məni xoşbəxt eləyən nədir? Bu gün özümü xoşbəxt eləmək üçün nə edə bilərəm? Öz içimdə özümə sevgi üçün necə təmiz, yumşaq, rahat bir yer aça bilərəm? Həyatımda daha çox şəfa, sevgi, sakitlik üçün nəyi dəyişə bilərəm? Bil ki, bədən sənin içində baş verənlərin aynasıdır. Əgər sən bu gün içində qəzəbi azad eləsən, bədəndə yüngüllük hiss eləyəcəksən. Çünki bədən daim danışır. Sadəcə sən onu dinləməyə vaxt ayırmalısan.